Salam. Newtonun ikinci və üçüncü qanunları bölməsindəki testlərlə davam edək. Sual 1. Aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkətdənlikləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən kiçik əvəzləyici qüvvə təsir edir? Bildiyimiz kimi x-in tam tənliyi, koordinatın tam tənliyi x0 üstə gələk v0 x t üstə gələk ax t kvadratı bölə 2'dir. Biz bunu ax bölə 2 t kvadratı şəklində yazaq. Yəni f bərabərdir ma olduğu üçün ən kiçik əvəzləyici qüvvə olması üçün a'nın da ən kiçik qiymətini götürməliyik. A isə hardadır? T kvadratının qarşısında. Yəni t kvadratın əmsalı a bölə 2'dir. Qiymətini tapanda həmən əmsalı 2'yə vururuq. Amma bizə qiyməti lazım deyil. T kvadratın qarşısında 6'dır. Bizə ən kiçiyi lazımdır. 5'dir, 2'dir. Yəni t kvadratın əmsalı 3'dür və burada 1'dir. Heç nə yoxdursa 1'dir. Yəni ən kiçiyi 1'dir cavabdır. Əvəzləyici qüvvənin modulu təsirin qüvvənin cismə təsir edir. Əslində bu əvəzləyici qüvvədir. Modulca sabit və sürətli hərəkətli cismə təsir edir. Əslində bu əvəzləyici qüvvədir. Ma, a'nın da yerinə v kvadratı belə yer yazırıq. Cismə təsir edən əvəzləyici qüvvə olmalıdır. M omega kvadratı R'dir. Belədir. Bu cismin təcili əvəzləyici qüvvə istiqamətdə olur və belə olduqda əvəzləyici qüvvə bax belə olur. Diaqonal boyunca. 5-ci sualda isə iki qüvvə təsir edir. Burada bu qüvvənin təcili bax beləcə yönəlir. F 5-ci sualda. 6-cı sualda M1 bölü M2 4 isə bildiyimiz kimi A2 bölü A1 elə M1 bölü M2'dir. M1 bölü M2 də 4'dür. Yəni A2 bölü A1 də 4'dür. Cavab 4'dür. F bölü omega V. Omega V bildiyimiz kimi A'dır. F bölünsün A bərabərdir M'ə. Kütlədir bu. 8-ci sualda təsir edən əvəzləyici qüvvə olmalıdır Ma. A'nın yerinə 4pi kvadratı bölək t kvadratı vuraq R. Əgər t ilə isə 4pi kvadratı bölək t kvadratı vuraq R. Bu bizim A'mızdır. Vuraq M. Cavab C-dir. 9-cu sualda təsir edən qüvvə Ma. A'nın yerinə 4pi kvadratı n kvadratı R. 4pi kvadratı n kvadratı R. Vuraq A. Vuraq M. Bu da A'dır. F bölək M omega. Deməli F'in yerinə Ma yazaq. Bölək M omega. M'lər ixtisar getdi. A bölək omega. Bu da A'nın omega V düsturundan getsək. V alınır. Xətti sürətli variantı. Verilmiş hadisi çevrilsə bərabər sürətli hərəkətdə cismin sürəti 2 dəfə azalanda təsirin əvəzləyici. Yəni bu da R sabitdir. F bərabərdir. Ma. A'nın yerinə V kvadratı bölək R yazırıq. M V kvadratı bölək R. Deməli sürət 2 dəfə azalanda 4 dəfə azalar. Cavab B'dir. Cismə təsirinə əvəzləyici qüvvəni hesablayın. Burada bayaq qeyd etdim. X bərabərdir x0 üstə gələk v0 t üstə gələk at kvadratı bölək 2. Yəni biz bunu törəmə almaqla da gedə bilərik. Törəmə almaqda çətinlik çəkənlər üçün bax a bölə 2'miz t kvadratın qarşısındakı əmsaldır. T kvadratın qarşısındakı əmsal 4'dür. Deməli a bölə 2'miz 4'dür. Yəni a'mız 8 olubdur. 8'i 2'yə bölmüşük 4 qalıb. F də M'adır. M'imiz 200 qram 0,2 kilogram edir. Bu da kütlədir. Yəni M bərabərdir 200 qram 0,2 kilogram. 0,2 vuraq 8. Bu da 1,6'dır. Cavab 1,6'dır. C variantı 12-ci sualda. Cismə təsirlə əvəzləyici qüvvə 6 Newton azaldıqda təcil 3 dəfə artmışdır. 6 Newton artdıqda. Bu düz mütənasibdir. A1 bölək A2 bərabərdir F1 bölək F2. Düz mütənasibdir çünki A bərabərdir F bölək M'dir. Və 3 dəfə artmışdı, o da 6 Newton artmışdı. Yəni
Qüvvənin üstünə 6 newton gələndə təcil 3 dəfə artıb. Deməli, qüvvə də 3 dəfə artıb. Olub 3F. Onda 6 newton 2F edir. F'imiz də 3 newton idi başlanğıçda. Başlanğıçda 3 newton idi. Burada əvəzləyici qüvvə. Bax, V bərabərdir. V0 üstə gələk AT. Yəni, sürət olanda, baxır, sürətdir. Bayaq koordinat idi, indi isə sürətdir. T'nin qarşısındakı A'nın özüdür. Yəni, A, T'nin əmsalı A'nın özüdür. A bərabərdir 0,5. Bunu törəmə almaqla da tapa bilərik. Yəni, belə də müəyyənləşdirə bilərik. M'imiz də 1500 kiloqram edir. 1500 kiloqram. F bərabərdir 1500 vuraq 0,5. 1500 vuraq 0,5. Bu da 750 newton cavabı. Əvəzləyici qüvvə 800 newton olduğunu bilək, mavi nöqtənin kütləsini tapın. Deməli, burada yenə də bayaq qeyd etdiyimiz kimi A bölə 2'miz 2'dir, bu 2'dir. A'mız elə 4'dür. Əvəzləyici qüvvə 800 newtondur. M bərabərdir əvəzləyici qüvvə bölək A'ya. 800 bölək 4, bu da nə elədi? 200 etdi, cavab A. Burada tək-tək tapmaq lazımdır. M1 bərabərdir F1 bölək A1. M1 bərabərdir F1 bölək A1. Yəni 2 bölək 3. M2 bərabərdir F2 bölək A2. Yəni 4 bölək 2. Bu da 2 edir. M2'nin M1'ə nisbəti M2 bölək M1 bərabərdir 2 bölək 3. Bunu 2 bölək 1 kimi göstərir. Yəni tərsinə fırlanacaq. 3 bölək 4 qalacaq. Cavab A. F2 bölək F1. F bərabərdir MA'dır. F1'imiz 3 vuraq 2'dir. 3 vuraq 2, 6. F2'miz 2 vur 4'dür. F2 bərabərdir 2 vur 4, 8'dir. Onda F2 bölək F1 8 bölək 6. Bu da 4 bölək 3 edir. 4 bölək 3 B variantıdır. Bərabər təcilli. Bu da diqqət etmək lazımdır ki, qüvvə sabitdir. Bu qrafikdə sürət olsaydı bərabər təcillidə, yəni sürət dəyişdiyi hissəni götürəcək. Amma burada A konstant olması üçün, təcil sabit olması üçün əvəzləyici qüvvə də sabit olmalıdır. Əvəzləyici qüvvənin sabit olduğu hissə AB hissəsidir. A'dan B'yə əvəzləyici qüvvə sabit qalıb. B variantıdır. 19-cu sualda bərabər təcilli hərəkət edir. Yenə qüvvənin zamanlamasılıq qrafikidir. Yenə AB hissəsidir. Yalnız AB. 20-ci sualda hansı ifadələr doğrudur? Sürət sabitdir, yox, yavaşlayan hərəkətdir. Təcil sabitdir, sıfırdan fərqlidir. Bəli. Qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidir və sabitdir. Yəni əvəzləyici qüvvə ilə təcil eyni cür olur. Əgər əvəzləyici qüvvə sabitdirsə, təcil də sabitdir. Ona görə 2, 3, E variantı. Cismin sıxlığını tapın. Əvvəlcə kütləni tapaq. M bərabərdir F bölünsün A. Bərabərdir 8'i 20'yə yaxud da 4'ü 10'a bölək. Elə 4'ü 10'a bölək. Bu da 0,4'dür. Və sıxlıq da kütlənin həcmə nisbətidir. Deməli, burada M bölünsün V'dir. Bizim evimiz 0,4'dür. Bu 0,4'ü 4 vuraq 10⁻1 kimi yazıram. 100 santimetr kubumuz 100 vuraq. 1 santimetr kubum 10⁻6 metr kubudur. Bunu daha əvvəldən bilirik. Santimetr kubu metr kubuna çevirməyə. Bilməyənlər üçün də yəni əvvəlki videolarımıza baxsınlar. Və buradan 4 vuraq 10⁻1 bölürük. Qüvvət üstəyi toplanılır. Bu kiloqramdır. 10⁻4'ə. 10⁻4'ə. Qüvvəti qüvvətə bölündə qüvvət hissəsi çıxılır. 4 vuraq 10⁻3 edir. Bu da 4000. Ölçü vahidi kiloqram bölək metr kubu. 4000 kiloqram bölək metr kubu. İndi birinci yavaşyandır. Burada təcil mənfidir. X istiqamətində yavaşyan. Bunun necə baxsaq fikir verir. Bu da aşağı paraboladır. İkisi tərəfin ikisi. Orta hissə sabitdir. Sabitdə əvəzləyici qüvvə sıfırdır. Amma bu da aşağı paraboladır. Qüvvə mənfidir.
Yəni mənfi 0 mənfi. Təcil mənfi olduğu üçün qüvvə də mənfidir. Newton saniyə bölü kiloqram. Bunu belə yazaq. Newton vur saniyə, vuraq 1 bölü kiloqram kimi yazaq. İndi Newtonu açaq. Kiloqram metr bölü saniyə kvadratı. Vuraq saniyə, vuraq 1 bölü kiloqram. Kiloqramlar ixtisar yetsin, saniyənin bir ixtisar yetsin. Qaldı metr bölü saniyə bu sürətdir. Eyleyben diaqramı. Birincidə başlanğıc sürət mənfidir. Elə x bərabərdir, x0 yoxdur S1-də. V0 t üstə gələk AT kvadratı bölü 2 şəklindədir. Və burada mənfi, müsbət, mənfi, mənfi. Tərsin əvəzləyici qüvvə hərəkət istiqamətindədir yeyinləşəndə. O da mənfi, mənfi 1. Əvəzləyici qüvvə hərəkətin əksinədir. Yavaşlayanda bu da 2. Dayanına kimi 25 metr yol gedir. Əgər dayanmaqdan söhbət gedirsə yavaşlandı. Bu da 3 bura 7. X oxun əksi istiqamətində hərəkət edir. Hər ikisi mənfidir sürətləri. 4 ortaya getdi. Bərabər yeniləşən hərəkət edir. Deməli 5. Hərəkətin istiqamətində yönəlmişdir və yeniləşir. Deməli 2, 3, 1, 5, 4. Yayı hər iki ucundan F qüvvəsi ilə dartanda x qədər uzanır. Bu yayı bir ucuna tərpənməz bərkidib digər ucunu F qüvvəsi ilə dartdıqda yenə x qədər uzanır. Səbəb nədir? Yayın bir ucunu dartmasaq o heç vaxt uzanmaz. Bu iki ucunu dartdıq ya bir ucunu bağladıq. O iki uc Newtonun 3-cü qanuna görə F qüvvəsi ilə geri dartılacaq. Və nəticədə yenə də hər iki ucu nədir? Dartılacaq. 26-cı sualda eyni kütləli cisimlər sükunət vəziyyətindən müxtəlif sabit sürətlə təsir ilə hərəkətə başlayır. Bərabər yer dəyişmələr edir. Yəni S bərabərdir, bu da konstantdır. V0 da 0-dır. Aldığı sürətin əvəzləyici qüvvədən deməli M də konstantdır, eyni kütləli. Yəni əslində bu S bərabərdir V kvadratı bölü 2A-dır. A-nı yenə F bölü M yazanda S bərabərdir V kvadratı bölü 2 F bölü M. M kəsin sürətinə çıxanda S bərabərdir MV kvadratı bölü 2 F. İndi isə biz V'nin F'dən asıllığına baxırıq. Deməli M V kvadratı bərabərdir 2 Fs. V də bərabərdir kök altda 2 Fs bölək M. Bax, buradan biz F ilə kök altı mütənasibdir. Bu da elə A variantıdır, A bəndidir. Düz xətli hərəkətdə cismin yer dəyişməsinin zamanı asıllıq qrafiki verilmişdir. Sürət sabitdir, yox yeniləşəndir. Təcil sabitdir, sıfırdan fərqlidir, bəli. Təsirin qüvvələrin əvəzləyici sıfırdan fərqlidir və sabitdir, bəli. 2, 3. Demək, 2, 3 A. Düz xətli hərəkətdə sürət sabitdir, bəli. Təcil sıfırdır, bəli. Əvəzləyici qüvvə sıfıra bərabərdir, bəli. 1, 2, 3. 1, 2, 3. CV üzrə bərabər sürətli hərəkətdə cismin dövr etmə tezliyi 3 dəfə artdıqda əvəzləyici qüvvə deməli F bərabərdir 4pi kvadratı n kvadratı R vuraq n. Gördüyümüz kimi F tezliyin kvadratla mütənasibdir. Tezlik 3 dəfə artdıqda F2 bərabərdir 9F1. Səbəb budur ki, tezlik 3 dəfə artdıqda qüvvə 9 dəfə artır və qüvvə 40 Newton artmışdır. Yəni F1 plus 40 bərabərdir 9 F1. 40 bərabərdir 8 F1-ə. F1 bərabərdir 5 Newton. Yəni qüvvənin əvvəlki qiyməti 5 Newtondur. Və növbəti sualımız 30-cu sualdır. Polad tili el olan polad kubun müəyyən qüvvənin təsiri A təsirini alır. Həmən qüvvənin təsiri ilə deməli bu halda tili L bölü 2. Burada biz kubun həcmini V bərabərdir A kubu bilirdik. Amma bizdə A təcil olduğu üçün təcil. Burada A tilin kubudur. Kubun tilidir. Biz tili L hərfi ilə işarət edirik. V bərabərdir L kubu olur. Və kütlə M bərabərdir rho E, V, V-nin yerinə L kubu yazırıq. F bərabər deməli, həmin qüvvənin təsiri aldığı təcil və bu da göz təsirinədir. A bərabərdir F bölək M.
Deməli, F bölək rho L kubu. Gördüyümüz kimi A L'in kubu ilə tərs oldu. Kubu L olanda müəyyən qüvvənin təsiri A təsiri alırsan. L bölək 2 olanda deməli kütlə burada 8 dəfə azalır, təsir 8 dəfə artır. Çünki təsir tərsdir. A1 bölək A2 bərabərdir L2 bölək L1'in kubu. A bölək A2 L bölək 2 bölək L'in kubu. A2 bərabərdir 8A. A2 bərabər 8A. 8 dəfə artır. Üfüqi müstəvidə M2, M3, M kütləli 3 kub sapla bağlanıb. Kub F qüvvəsi ilə dartılır. Sapın gəlmə qüvvəsi T15'dir. Yəni burada yadda saxlamaq lazımdır ki, T qüvvəsi 3M-ə təsir verir. F isə ümumi. Sabit olan təsirdir. Yəni A bərabərdir F bölək hamısının cəmi M, 2M, 3M. 6M. A bərabərdir T bölünsün 3M. T'miz isə 15'dir. Yəni F bölək 6M bərabərdir 15 bölək 3M. M hər tərəfdə var. F bərabərdir 6 vur 15 bölək 3'ə, bu da 30 Newton. Yəni 2 qatı dəfə. 2 dəfə çox. 32-ci sualda eyni qaydadadır. F 12 Newtondursa, yəni 12'dir. Gördüyümüz kimi M 2M, 3M, 6M'dir. T isə burada özündən arxada 3M'dir. Deməli 2 dəfə az. 12'ni 2'yə bölsə ilə 6 Newton qalır. Bu da asan sualdır. Düz əks istiqamətdədirsə əvəzləyici qüvvə bunların fərqidir. 15 çıxaq 10 bərabərdir 5 Newtondur. A da bərabərdir əvəzləyici bölək M. 5 bölünsün 10, 0 onda 5. Deməli M1'imiz 3M2'dirsə, M2'miz 3M1'dir. Burada 3M var. Burada da eləcə M var. Və yəni 3M1, bu da M1 olsun. Deməli F2 A sabitdir bu da. A bərabərdir konstantdır. F2 bərabərdir 3M yox 4M vuraq. 4M vuraq A'ya. Çünki hamısını aparır. F1 isə bərabərdir M1 vuraq A'ya. Tərəf-tərəfə böləndə F2'nin F1'ə nisbəti 4, M1'in M1'ə nisbəti. Bu da elə 4'dür. Cavab 4. 35-ci sualda burada omegamız var. Bu bizim omegamızdır. Bu bizim uzunluğumuz radiusdur. 50 santimetr. Bu da elə 0,5 metr. 300 gram 0,3 kilogram bizim kütləmizdir. Deməli bu sükunətdədir. İpin gərilmə qüvvəsi və sürtünmə burada nəzərə alınmamalıdır, bəli. Sürtünmə nəzərə alınanda elə bu sükunət sürtünmə qüvvəsi olur. Amma sürtünmə nəzərə alınmayanda F bərabərdir MA, A'nın yerinə omega kvadratı R yazırıq və hesablamamızı eləyək. 0,3 vuraq, omegamız 10, onun kvadratı 100 vuraq 0,5. Deməli, elə bil 100'ə vuranda bunlar ixtisa getəcək. 3 dəfə 5'in 15 eləyir. Cavab 15. Əks istiqamətdədir. Biri 80, biri 40. Bizim əvəzləyici qüvvəmiz. Deməli, 80, 40 çıxsaq, elə 40 edir. Əvəzləyici bərabər 80 çıx 40, o da 40 Newton. 80 çıx 40 bərabər 40 Newton. Və A var bizdə. A bərabərdir əvəzləyici bölək M. Onda M1 plus M2 bərabərdir 40 bölünsün 4'ə, bu da 10 edir. M1'imiz yoxdur. M2'miz 2'dir, bərabərdir 10. M1 bərabərdir 8. Burada 8 kiloqramdır. M1 ilə aşağıda hissədə sürtünmə nəzərə alınmır. Bizə nə soruşur? M1 cisim kütləsini tapın. Cavab 8 kiloqramdır. Cavab 8 kiloqramdır. 37-ci sualda T1 burada bizdə 20 Newtondursa T2'ni tapın. 20 Newtondur. T2'ni tapın. Bunun əhəmiyyəti yoxdur artıq.
T1 5M'in hamısını aparır. Yəni T1'in T2'yə nisbəti. T1 5'dir. 2 ilə 3'ün cəmi 5'dir. T2 isə yalnız 3'ü aparır. T1'imiz də 20'dir. 20'nin T2'yə nisbəti bərabərdir 5'in 3'ə nisbəti. Yəni o da T2'miz bərabərdir. 3 vur 20 bölək 5. Bu ixtisar etdi 12 Newton. Cavab 12 Newton'da 37'də. 38'də sapın gərilmə qüvvəsi 20 Newton'dur. T bərabərdir 20 Newton. Deməli bu 20 Newton'dur. Bizə F gərilmə qüvvəsini hesablayın. Bunu hesablayın. Bu sualdır. Yenə bu əhəmiyyətsizdir. Bizə dəxli yoxdur bunun. T'dən sonra 1M kütləli yükü çəkir. F gərilmə isə 3M'in hamısını. Yəni bunlar bir yerdə 3M edir. Və F gərilmənin T'yə nisbəti 3M'in M'ə nisbəti. Bu da 3'dür. F gərilmə bərabərdir 3T'dir. Yəni bu FG-dən soruşur. O da 3 dəfə 20'in 60. 3 vur 20 bərabərdir 60. Cevap 60. Cevap 60 Newton. Yəni 3 qatıdır. 39-cu sualda 3 saniyədə ikinci cismin yer dəyişməsini tapın. Demək bu da birinci A'nı tapmalıyıq. A bərabərdir F əvəzləyici bölək M. Burada əvəzləyici M1J bunu aşağı çəkir. M2J də bunu aşağı çəkir. Və blok istiqaməti dəyişir. M1J çıxır M2J'dir. M1J çıxır M2J bizim nədir? Əvəzləyicimizdir. Yəni J mötərizə xaricdən çıxanda M1 çıxır M2 eləyir. Kütlələr cəmi isə M1 plus M2'dir. Ona görə A bərabərdir. Yəni J'ni mötərizə xaricinə çıxardırıq. M1 çıxır M2 vuraq J. Bölək M1 plus M2 düsturumuz var əlimizdə. 6 çıx 4 vuraq 10. 6 üstə gələk 4. 6 üstə gələk 4 10'dur. Cavab 2 qalır. Yəni A bərabərdir 2. Hər ikisinin təcili 2 olur. A1 də 2-də, A2 də 2'dir. S bərabərdir AT kvadratı bölək 2. 2 vur. T'miz 3'dür. 3'ün kvadratı bölək 2. Bu da 9'dur. Cevap 9. Bu 9 həm birincinin həm də ikincinin yer dəyişməsidir. Və 40-cı sualda sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzlərisinin proyeksiyası verilibdir. İlk 10 saniyədə müddətində 20 metr yol gedərsə, ilk 30 saniyədə nə qədər yol gedər? Biz buradan kütləni tapaq, sükunətdən başlayıbsa, deməli, burada bizim V'nin T'dən asıllığı V bərabərdir AT'dir. S bərabər AT kvadratı bölək 2'dir. Biz M'i tapaq. S bərabərdir AT kvadratı bölək 2'dir. A'nın yerinə F bölək M yazıram. F bölək M T kvadratı bölək 2. Buradan M'i tapıram. M bərabərdir deməli Ft kvadratı bölək 2S. İndi F'im neçədir mənim? F'im burada 4'dür. Çətin sualı saxlayırlar axı. T nə qədərdir? İlk 10 saniyədə. Təsir ilk 10 saniyədə 20 metr yol gedib. 10 bura kimi 20 metr gedibdir. Onun kvadratı 100, 2 və 20 metr yol gedib. 20. Deməli burada elə ixtisarlar aparsaq 10 qaldı. Yəni M bərabər 10 kilogram. Bunu yaddaşımızın bir tərəfinə yazaq. Yəni bunu hesablamadan tapdıq A. Ki M bərabər 10 kilogramdır. Bu bizim həllimizin bir hissəsidir. Yerim az olduğu üçün mən bunu pozuram. Yəni bunu yadda saxlayın ki biz kütləni tapdıq. M bərabərdir 10 kilogram. İndi isə mənim təcilimin zamanı asıllıq qrafiki bu qüvvələri 10'a bölməklə. Yəni mənim birinci 10 saniyədəki təcillim A1'im mənim 4 böl 10 0.4
A2 isə -2 bölək 10 -0.2-dir. Bax, bunları biləndən sonra mən V-nin T-dən asılılıq qrafikini çəkməliyəm. Biraz çətin sual, yəni asan sual deyil. Burada bu birinci sükunət vəziyyətindən başlayıb V-nin T-dən asılılığı. Bunu azca yuxarı çəkək, mənfi tərəfdə olacaq çünki. Olmaya da bilər. Yaxşı, belə çəkək. V-nin T-dən asılılığı düz xətdir. Səliqə ilə çəkək yenə. Bu da T'dir. İlk 10 saniyə, bir də 30 saniyə. Deməli, burada sürət birinci artıbdır. Nə qədər artıbdır? Delta V1 bərabər A1 delta T1 0.4 vuraq elə onun özünə. Bu da kütlədə 10'dur, elə 4. Kütlə də 10'dur. Yəni ilk 10 saniyədə sürət artıb 4'ə kimi. Amma sonra azalacaq. Nə qədər azalacaq? -2 vur 20. Bir də 0.2'dir. Yəni bura 20 saniyədir. Delta V2'miz bərabərdir. -0.2 vur 20. Elə bu da -4 elədi. Elə 0'a kimi düşdü. Vəssalam. Gedilən yol bu fiqurun sahəsidir. Aşağısı 30 hündürlüyü 4. 30 vur 4 böl 2. 120 böl 2 60 metr. Cavab 60 metr. Diqqətinizə görə minnətdaram. Ümid edirəm ki, videolar faydalılar. Hər hansı bir sualınız olsa, rəylərdə yaza bilərsiniz, yaxud da şəxsi telefonuma, WhatsApp'da yazıb soruşa bilərsiniz.